Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecmain. Bugün Allah'ın izniyle Kur'an-ı Kerim öğrenirəm 17. dersini götürəsiyik. Bugün götürəcəyimiz mövzu hərflərin tənvin və hərəkə ilə birlikdə oxunmasıdır. Artıq biz hərəkəni də keçdik, qurtardıq. Elhamdülillah. Və tənvini də keçdik, qurtardıq. Və artıq bunların ikisini bir yerdə, bir kəlmədə cəmlənməyə keçəsiyik. Məsələn, buradan baxaq. Bugün götürəcəyimiz mövzu budur. Biz dedik ki, əgər əlif hərfinin üzərində olarsa, olur ə və B hərfinin üzərində olarsa olur B və bu şəkildə də ikisi bir yerdə olarsa olur dən, yəni nunlamaq. Bu sözün oxunuşu əbədən, əbədən. Burada bir şey nəzərə çatdırmaq istəyirəm. Ola bilər ki, bizdən birimiz bu cihazdan almışıq. Bu qələmdir, Qur'an öyrənməyə, Qur'an oxumaqdan ötürü. Ola bilər ki, bizdən birimiz bu cihazı almışıq, ancaq oxuduğunu biz başa düşməmişik. Ola bilər belə şey. İndi bunu balaca izah eləmək istəyirəm. Məsələn, bunun içində kitabdır və bir də qələmdir. Bu əlifba kitabıdır. Bəs köhnəlsə də işimizə yarayar inşallah. Bu bizim götürəcəyimiz mövzudur bugün. Bu bizim birinci götürəcəyimiz mövzudur. Biz oxuduq birinci əbədə. Belə yaxşı görünmür. Bu şəkildə yaxşıdır. Bu birinci kəlmə. Necə ki biz bunu oxuduq, əbədən oxunur. Baxaq qələm bunu necə oxuyur? Həmzə fəthə ə, bə fəthə bə, əbə, dəl fəthə dən dən, əbədən. Aysa. Bunu artıq biz gördük ki, qələm bunu başqa formada oxudur. Eyni kəlmədir, ancaq bunu qələm oxuduğu forma qaidatun nuraniyə deyilir. Qaidatun nuraniyə, məsələn, Saudiyanın bağçalarında bu qaydanı keçirirlər və bütün dərs keçirilən məscidlərdə bu qaydanı keçirirlər. Çünki bu qayda həm onu öyrənənin, yəni əsasən də uşaqların hifzini açır və düzdür, oxunmağı çox çətindir. Artıq biz bu qaydanı götürməyəsik. Bunu bir balaca başa salım necə oxunur. Məsələn, biz keçdik ki, əlif üstündə xət olduğu zaman olur fəthə. Birinci hərfi oxuyuruq. Əlif, fəthə. Fəthə hansı səsi verirdi? Fəthənin üzərində fəthə ə səsini verirdi. Həmzə, fəthə ə. Artıq üzərində balaca var. Həmzə və hərəkənin adı fəthədir. Və verdiği səs isə ədir. Belə oxuyuruq bunu. Həmzə, fəthə, ə. Ondan sonra keçirik ikinci hərfə. Bə hərfidir. Bənin də üstündə qoyulan cızığın adı fəthədir və bə səsini verir. Bunu bu şəkildə oxuyuruq. Bə, fəthə, bə. Sonra ikisini birləşdirərək əbə. Ondan sonra üçüncü hərf də hərfidir. Üstündə tənvin gəldiyi zaman dən olur. Bunu da belə oxuyuruq. Də fəthətəndən əbədən. Bunun oxunuş şəkli bu formadadır. Biz bunu götürməyəsik. Biz biraz sadə şəklini götürəsiyik. Hətta yaxşı, çox da bizə çətin olmasın və vaxtımız da çox getməsin. Yəni. Yaxşı, artıq biz öz dərsimizə keçək. Bugün götürəcəyimiz dərs.
Bir də başdan gələk. Əlif üstündə, yəni həmzə, ikisi bir yerdə yazıla bilər və üzərindən qoyulan cızğı da ə. Bə üzərində cızğı bə. Dən, dəl üzərində iki cızğı eləyir tənvin dən olaraq oxutur. Bu kəlmənin oxunuşu əbədən, əbədən. Və keçdik ikinci bir kəlməyə. Və bu da həmçinin hədun. Artıq bu tənvin dammənin tənvinidir. Əhədun. Üçüncü kəlmə əxadə. Əxadə. Əzinə. Əzinə. Əməra. Əməra. Ənə. Bu formada oxunur. Bu uzanmır. Bu gələcək dərslərimizə gələcəkdir oxunuşda. Ənə bu şəkildə oxunur. Bəxilə. Bəxilə. Artıq 4 hərfi bir-birinə bitişərək gətirilibdir. Bəraratin. 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 Cə'alə. Cə'alə. Cəmə'a. Cəmə'a. Həsədə. Həsədə. Həşərə. Həşərə. Xaşiyə. Xaşiyə. Xaləqa. Xaləqa. Xuliqa. Xuliqa. Zəkərə. Zəkərə. Rafə'a. Rafə'a. Raqabətin. Raqabətin. Bu mövzu birinci dəfə gəldiyinə görə biraz ağırdır bizim üçün. Ona görə bu qədər kifayət eləyək. Bura qədər. Əgər kim oxumaqda çətinlik çəkirsə, birinci dəfə qayıtsın. Bizim qabaqki mövzularımız var idi. Hansı ki burada qeyd edək bunu. Məsələn, fə, fi, fu. Biz də dərs əsnasında dedik ki, bunu qarışdırıb oxuyun ki, bugünkü gün artıq biz bunu qarışıq bir şəkildə keçdik. Fu, fi, fə. Fi, fu, fə. Bu şəkil. Yəni, sadəcə hərfin bir dənəsini bu şəkildə götürürük. Bunu da bu şəkildə götürürük. Və. Bundan sonra buradan bir hərfi götürürük burada. Bə. Bu şəkildə əzbərləyirik. Bugünlük bununla kifayətlənək. Və sallallahu alə nəbiyyina Muhammed.